o tayda adamlar rəhmətə gidəndə təsəvvürlər ki, buradan cənazə keçirirlər. Suya girməlidir, beylində bunu keçirməlidir. Nə cür keçirsin? Vəlvələ çayı Quba rayonunun Təngialtı kəndini iki hissəyə ayırır. Yaşayış məntəqəsini birləşdirən yeganə yol ötürücüsünün isə dayaqlarını sel suları yuyub və hazırda körpü bu vəziyyətdədir. Sakinlər isə körpüdən keçməyin onlar üçün təhlükəli olduğunu bildirirlər. Buna görə də əksər vətəndaşlar kəndin digər hissəsinə gedib gəlmək üçün çayın içərisindən hərəkət edirlər. Dəmir körpüdən necə deyərlər, istifadə eləmək biraz qorxulu olduğu üçün məcbur olur buradan sudan keçirlər. Burada da çox vaxt maşınlar batır. Körpünün alt hissələri suyun üzündədir. Yəni sel yub altına aparıb, balaca maşına keçə bilmir. Bir xəstəmiz oldu, skor gələ bilmir. Çox vaxt məcbur olur dəmir körpüdə, o qəzalı körpüdən keçib gedir. Həddindən artıq təhlükəlidir. Yəni qışda maşına keçə bilmir. Bir dənə maşın körpüsü olsa, bu kənddən heç kim köçüb gitməz. Bu vəziyyətdir, bu zülümdür. Deyib qalmışıq. Bu seldə, suda, özü uşağın da autizm xəstəsidir, pis vəziyyətdə. Aparan ama onun zülümlə. Qış çoğunda olanda bu daşların üstü sürüşkən olur. Burada bir pajar olsa, bura pajarlı maşınlar gələ bilmir. Yolsuzluqdur, bugün belədir. Sabah burada bir bazı yağış olsa, su olsa, seldə, leysanda qeyri-mümkündür. Cəmaat o yüzden qalan gidir, o yüzden kimisə evində uşağını saxlayır ki, burada dərsə gidib gəlirsi var. Xəstəsi var, gedə bilmirlər, gələ bilmirlər. O kadar burada batıb qalmışıq, traktoru gözlər, böyük maşın gözlər. Balaca maşın qeyri-mümkündür, buradan keçə bilmir. Neçə ildir belədir? Həmişə belə olur. Körpü təxminən 2005-ci il, 10-cu il arasında olan tikinti olub. İllər boyu həmişə gələn sel suları bu körpüyə ziyan getirir. Körpünü də təbii ki, öz daxili imkanlarımız hesabına yaratmışıq. Cəmaatın yaxından köməyi ilə. İndi qəzalı vəziyyətdədir, nəzərdə var. Yenə əlavə dayaqlar həmin körpüyə əlavə eləmək, lakin bununla da iş aşmır. Əsaslı körpünün qurulması da təbii ki, bələdiyyənin imkanları daxilində deyil. Çox yaxşı olardı, əlaqədar təşkilatlar köməyi nəticəsində bəlkə bu körpü daha əsaslı surətdə qurulardı. Məsələ ilə bağlı Quba rayon icra hakimiyyətindən bildirildi ki, körpü bələdiyyənin balansındadır. Bununla bağlı sakinlərin müraciəti nəzərə alınaraq, körpünün tikintisi və təmiri ilə bağlı icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub.